Vaxtınız xeyir olsun, hörmətli CBC Sport tamaşaçıları. Zirə İdman Kompleksinin stadionundayıq. Bizon Azərbaycan Kuboku 2025-2026-cı illər mövsümü 8-də 1 final mərhələsi. Zirə Neftçi matçı. Bir oyundan ibarət olan mərhələ 4-də 1 finalçını müəyyənləşdirəcək. Yəni bugünkü görüşdə mütləq qalibin adına aydınlığı gəlməlidir. 90 dəqiqə, 120 dəqiqə bu kifayət etməzsə 11 metli zərbələr seriyası fərq etməz. Bugün qalib müəyyənləşməlidir və 4-də 1 finalçı müəyyənləşməlidir. Start səsləndi və Zirə Neftçi matçı başladı. Meydanın rəqibi ait səslə top saxlayır Zirə. Boşluq axtarırlar Papunaşvili. Papunaşvili qapıya baxır, zərbə indirdi. Piriç. Təhlükəli məqam izlədik. İsa Koysini keçdi amma meydan bitdi. Meydan bitmişdi hər halda gördüyüm qədərilə. Bəlkə buradan daha dəqiq görünəcək, hər halda varda incələnəcək epizod. Bəli, keçmişdi. Koysinə ötürmə gəldi, cərmə meydançasına. Başla zərbə, qeyri dəqiq. Emindən cinaha. Sək, qapı qarşı göndərilən top və top qapıdan keçmədi. Baxaq bir daha epizodun təkrarına. İmad Farac topa zərbə endirir. Zirə müdafiəsi onu boş buraxdı amma birincisi yekunlaşır. Bizon Azərbaycan Kuboku 8-də 1 final mərhələsinin oyunu əlavə vaxtla gözləyir. Belə davam edəcəksə. İkinci hissə başladı. Mümkün qədər ehtiyatlı oyuna sövq edir. Neftçi top ələ keçirdi. Abubakar. Ruan Renatonu keçmir. Abubakar zərbə endirdi. Qapıcı Thiago Silva. Zərbəsi və Thiago Silva dəf edir bu zərbəni. Çərçiyə gedən bir zərbə endirdi Neftçidə. Bədəlov, top çatmadı Mikelsə, Bədəlov hücuma dəstəyə gəlib. Ara ötürməsi, Abubakar və gol! 65-ci dəqiqə. Varda incələnəcək. Baxırıq bir daha. Bədəlovun ötürməsi, Abubakar. Qapıcı artıq yaxınlaşmışdı ona. Oyundan kənar vəziyyət. Gol qeydə alınmır. Topu götürdü. Metyo qapıcı irəlidədir. Uzaqdan qapıya zərbə. Çərçiyə düşə bilmir. Metyo qapıcının irəlidə olduğunu gördü. Mikels. Qapı qarşısına göndərilən top. Ötürmə. Qapıya zərbə və gol! Oyundan kənar vəziyyət yoxdur təbii ki. Bundan sonra hücumu tamamlamaq mümkün olmur və bu da final fiti.